İkinci işlərimizdən biri bina ərazisindəyi tutulmuş borudan sarı yaxınlaşmışdıq. Ev sahibi tutulmuş borulara görə tez-tez əziyyət çəkir. Şambol sistemi hardasa varsa, hansı evlərdə varsa, hansı xəttdə, kəndlərdə şambol sistemi varsa, tutulmağın səbəblərindən biri 90% şambol qalxır, zir-zibili basır xəttə. Siz şambolunu çəkdirsiniz, həmən zir-zibil boruda qalır. Elə bu ev sahibinin bax bu cür. Şambol dolu, şambol çəkib, ona zir-zibil qalır. Bu ev sahibi tez-tez borulara görə əziyyət çəkir. Bax, tutum yaxınlaş, bax. Boru tam dolu, görürsünüz. Şambol su axmır. O da tutulan düz şambolun ağzından. Biz burada xətt qoyacağıq. Ev sahibi üçün bir dənə reviziya qoyduq. Xəttə normal daxil ola bilsin. Sabahlar yer gəlsə, ev sahibi bax bu məsafəni, 1-2 metr məsafəni, bura yaxındadır şambol. 1-2-3 metr məsafəni özü də aça bilsin. Biz əlimizdən nə gəlirsə, nə köməkliyi, gələcəyi üçün, tutulmamaq üçün ev sahiblərinə bazardığımız qədər kömək eləməyə biz çalışmışıq həmişədən. Siz də bu arada tutulmuş borulara görə əziyyət çəkirsinizsə, bizimlə əlaqə saxlayın. Nə bazarıq, biz sizə kömək edərik. Burjun trosumuz, bax belə biz motorlarımız, kompresorumuzun köməkli, aslandan sonra borumuz. Baxın, belə kompresorumuzun köməyi ilə yuyulacaq, ev sahibinə təhvil verəcək. Qoyduğum revizyanda yekində mən sizə göstərəcəm. Gəl, bir dənə axıntını biləcək. Görün, təzələ şimdi. Bax usta, bizim yığdığımız reviziya qapağımız budur. Sabahlar yenə təşkilatçılıq olmasın. Ev sahibi özü müdaxilə edəcək, 2 metr, 3 metr məsafə. Ustalardan bizə zəng edən olur ki, bax belə niyə tutaq ki, yaxın məsafələr qoyursunuz ki, sabahları özü rahat təmizləməyiniz üçün zəng vurar siz, biz, başqa ustalar gedib açarıq pulmalar. Xeyr, bizə eləncə çörək lazımdır, bizim çörəyimizi yetirən Allahdır. Qardaş olmasa belə çörək verən Allahdır. Allahdır, səbəbkarda insanlardır. Belə.